Dostlar, bir daha sabahınız xeyir olsun. Əgər bizə indi qoşulmusunuzsa, dalğanı 93 FM-ə indi kökləmisinizsə, biz bugün elektron reseptdən danışırıq. Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərramova bizim qonağımızdır. Əgər sizi də düşündürürsə, görəsən elektron resept nədir, ənənəvi reseptdən fərqi nədir və elektron resepti kimlər yaza bilər, o zaman efirimiz tam da sizin üçündür. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Odur ki, siz də suallarınızı yaza bilərsiniz. Elə canlı efirdə suallar haqqında, daha doğrusu sualların cavablarını eşidə bilərsiniz. Sevinç xanım, elektron resepti yazmaq üçün ümumiyyətlə həkimlərə hansı sistemlərə giriş lazımdır? Sadəcə bu reseptim azılan əlavə başqa yəni həkimlərə hansı sistemlərə giriş lazımdır? Qeyd edim ki, reseptin mobil tətbiqi yetərlidir. Əlavə heç bir sistemə ehtiyac yoxdur. Reseptin mobil tətbiqində digital login vasitəsi qeydiyyatdan keçir ki, bu həmin həkimin fərdi identifikasiya nömrəsi, şəxsiyyət vəsiqəsinin fin kodu və ona uyğun şifrəni daxil etməklə həmin tətbiqə daxil olur və resepti də profil seçdikdən sonra uyğun qaydada pasiyentə təyin edə bilir. Vətəndaş bəs nə etməlidir elektron resept almaq üçün? Vətəndaşın da işi çox asandır. O sadəcə reseptin mobil tətbiqini yükləməklə öz cihazına həmin reseptləri sistemdə görə bilir. Əgər onun adına elektron resept yazılıbsa, həmin vətəndaşın şəxsi kabinetində reseptin mobil tətbiqi üzərindən reseptlər əks olunur. Və hansı həkim tərəfindən təyin olduğunu da aydın şəkildə izləyə bilir və reseptlərini də görə bilir. Onların siyahısı, aid olan hansı dərman preparatları ona təyin olunub, doza hədləri, bəli, və həmin məlumatları Sevinç xanım, məsələn, ta ki mən bir pasiyent olaraq bir həkimdən müalicə götürmüşəm və bir müddət sonra başqa bir problemlə bağlı başqa həkimə getmişəm, amma istərsəməz belə deyim də bu sağlıq problemləri dolayısıyla bir-birinə bağlıdır da. İkinci bir həkim yenə də mənim o arxivimə, mənə yazılan reseptlərə baxa bilərmi? Bir nəticə çıxartmaq üçün və yaxud da hansı müalicələri almışam, indi hansı baxa bilərmi mənim əvvəlki reseptlərimə? Bəli, qeyd edim ki, bu hansı şəkildə baş verir? Bu həmin, öncə qeyd edim ki, həkimlər öz yazdıqları reseptləri özləri, öz kabinetlərində görə bilirlər. Bütün təyin etdikləri bütün pasiyentlərə, yəni onların profillərində, mobil tətbiqdə həmin pasiyentlərin siyahısı olur ki, hansı pasiyentlərə müayinə təyin ediblər. Eyni zamanda müayinəyə gələn pasiyent bu həkimdən öncə başqa bir həkimin müayinəsində olubsa, adətən müalicələr konflikt verməsin deyə preparatlar və digər daha faydalı, effektli müalicəni təyin etmək üçün həkim daha öncə digər bir həkimin yazdığı preparatları görmək istəyir. Həmin deməli pasiyentin fin kodu üzərindən yazıldığı üçün həmin pasiyentin sistemdə məlumatları şəxsi kabinetində görünür və həkim asanlıqla həmin məlumatı pasiyentdən ala bilir və aydın şəkildə görür ki, bundan öncə müalicə təyin etmiş həkim hansı preparatları, hansı dozada təyin edib. Bu da həkimin işini, müalicənin effektini artırmış olur. Və dolayısıyla çünki pasiyent unuda bilər ona hansı dərmanlar, hansı dozada yazıla bilib, təxmini bir cavablar verə bilər. Bu da onun növbəti müalicəsini də belə deyim, biraz suallar altında qoyur, amma elektron reseptlə artıq bu problem də aradan qalxır. Bəli, təbii. Təşəkkür edirəm Sevinç xanım. Dostlar, çox maraqlıdır. Siz artıq aptekə gedəndə resepti unutmamaq üçün cibinizi yoxlayırsınız, yoxsa artıq telefonunuzdadır elektron resept? Bu sualın cavabını da Sağlam Radio 93 FM-ə yazın. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Qısa bir fasiləmiz olacaq, amma fasilədən öncə həkimlərin sertifikasiya imtahanı ilə bağlı sizin bilmək istədiyiniz suallar, daha doğrusu suallarınıza cavab tapmaq istəyirsinizsə, o zaman diqqətiniz bizdə olsun. Sertifikasiya imtahanından keçmiş tibb işçiləri sertifikasiya şəhadətnaməsini necə əldə edə bilərlər? Sertifikasiya imtahanından keçən şəxs sertifikasiya imtahanının bitdiyi gündən 5 iş günü müddətində sertifikasiya şəhadətnaməsinin elektron versiyasını e3health.gov.az saytının şəxsi kabinet bölməsindən əldə edə bilər. Sağlam səhər. Sağlamlıq üçün lazım olan hər şey.
Bir fincan çayınızı və ya qəhvənizi hazır edin. Dalğanı 93 FM-ə köklüyün dostlar. Çünki bugün sağlam səhərdə Sevinç Məhərrəmovalayla biz elektron reseptlərdən danışırıq. Yeri gəlmişkən qonağımız Sevinç xanım Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisidir. Dostlar, siz də suallarınızı yazıb bizim WhatsApp nömrəmizə göndərə bilərsiniz. Az sonra WhatsApp-a yazılan sualları səsləndirəcəm. İnsanlara, daha çox pasiyentləri düşündürən məsələlərdən biri də Sevinç xanım bu elektron reseptin etibarlılıq müddətidir. Qeyd edeyim ki, burada xüsusi bir müddət seçilmir. Reseptin təyin edildiyi vaxtda müalicə müddəti hansı müddətə qədərdirsə, həmin resept sistemdə olur və öz effektivliyini qoruyub saxlaya bilir. Elektron resept bəs hansı dərman kateqoriyalarına aid edilir? Burada bütün dərman kateqoriyaları aiddir. Sadəcə bioloji aktiv bioloji fəallığa malik olan dərman preparatları ki, vitaminlərdir və digər qida əlavələridir, reseptə daxil edilə bilməz. Onlar daxil edilə bilməz reseptə. Elektron reseptin biz o kağızdan hələ ki qopa bilmirik, ona görə də bu sualı verməsə olmaz. Elektron reseptin kağız versiyasını çap etmək mümkündürmü? Qeyd edeyim ki, elektron resept tətbiqdə bu funksiya var. Yəni ola bilər. Bu xüsusi force major halı üçün nəzərdə tutulub ki, tutaq ki, çox yaşlı insandır. Onun heç bir şəkildə smartfonu yoxdur, texnologiya çıxışı yoxdur və onun üçün onun xahişi ilə həkim əslində onun çap versiyasını verə bilir və o aptekə də yanaşanda üzərində QR kod var. Reseptlərin özlərinin ümumiyyətlə unikal nömrələri var ki, təkrarlanmır bu nömrələr ki, qarşılıqlıq olmasın. Bu da bir üstünlükdür. Digər həmin bu nömrələri də QR kodlar da əvəzləyə bilir. QR kodları skan edərək həmin aptek müəssisəsinə yaxınlaşanda əczaçı QR kodu skan edir və həmin preparatları görə bilir elektron reseptdə. Və su dərmanları istənilən aptekdən almaq olurmu? Yəni elektron reseptə yazılan dərmanları? İstənilən aptekdə bəli, təbii ki, hansılarda həmin preparatlar satılır və düşünürəm ki, burada preparatların hər biri yalnız dövlət qeydiyyatından keçmiş preparatlardır. Elə elektron reseptin şəffaflığını təmin edən məsələlərdən biri də budur. Burada keyfiyyətsiz, vaxt ötmüş, qaçaqmalçılıqla ölkəyə başqa üsullarla daxil olmuş dərman preparatlarını görə bilməzsiniz. Çünki hər biri dərman vasitələrinin dövlət qeydiyyatı reyestri üzərindən təyin olunmuş dərman preparatlarıdır ki, onlar dövlət nəzarətindədirlər. Onların müddətləri, istifadə müddətinin bitməsi məsələləri, keyfiyyət məsələləri təbii ki, nəzarət edilir və onlar müəyyən yüksək standartlara cavab verən dərman preparatlarını əks elətdirir. Dərmanların qiymətinə necə Sevinç xanım təsir edirmi elektron reseptlər? Dərmanların qiyməti dedikdə burada belə Tarif Şurası tərəfindən qiymətlərin ən üst həddi müəyyən edilmiş dərman preparatlarını görə bilirsiniz ki, onların da qiymətləri şəffaf şəkildə əks olunub. Dərman vasitələrinin dövlət deməli qeydiyyatı reyestri üzərindən olduğu üçün dərman preparatlarının qiymətlərini də görmək olur. Yəni siz bilirsiniz ki, artıq həkim sizə təyin etdiyi reseptin maliyyəti nə qədər olacaq. Yəni əvvəlcədən artıq bilib, belə deyim də, büdcənizə uyğun elə aptekə də gedə bilərsiniz. Sevinç xanım, bəs elektron resept vasitəsilə tərkibi xüsusi nəzarətdə olan dərmanlar yazıla bilərmi? Tərkibi xüsusi nəzarətdə olan dərmanlar yəqin ki, bura aid olur bu kateqoriya psixotrop maddələr içərən dərman vasitələri. Bəli, onlar da aid olunur. Çünki burada bir məsələ var ki, həmin dərmanların təyin olunması ikinci möhür tələb eləyir həkimdən ki, başqa bir səlahiyyətli həkim ki, yetkilidir, ikinci möhürü əlavə edir və təsdiqləyir və yalnız bu təsdiqdən sonra həmin pasiyent həmin dərmanı əldə edə bilər. Bu da elektron reseptdə əks olunub. Çünki elektron reseptdə həmin psixotrop maddələr içərən ki, ikinci möhür tələb edən dərman preparatları narıncı rəngə boyanır. Həmin dərman preparatlarını digər dərman vasitələri ilə eyni reseptdə təyin etmək olmaz. Başqa olmalıdır. Bəs elektron reseptdə həkimin və pasiyentin imzası tələb olunurmu Sevinç xanım?
Həkimin imzası tələb olunur. Bəli, elə Demək. həkimin PIN vasitəsilə daxil olması və həkimin bütün identifikasiya məlumatlarının o resept üzərindən əks olunması elə həkimin imzası deməkdir və buna da resepti təyin edən həkim cavabdehlik daşıyır. Aha. Dinləyicimizin biri belə bir sual soruşur ki, elektron reseptin istifadəsi məcburidirmi? Məcburi dedikdə şey. ilk öncə də qeyd elədiyim kimi bu elektron reseptin ümumiyyətlə təyin olunması hökumətin qərarı üzərindəndir. Bu deməli Nazirlər Kabinetinin 14 aprel 2023-cü il 318 S sayılı qərarı əsasında formalaşdırılmış bir sistemdir. Bəli, burada hər kəs məcburi dedikdə hər kəs bu hökumətin qoyduğu tələbləri yerinə yetirməlidir. Vətəndaş olaraq da hər bir vətəndaşın da bu üzərinə düşən bir məsuliyyətdir. Eyni zamanda həkimlərin də üzərinə düşən məsuliyyətdir ki, onlar resepti elektron qaydada təmin eləsinlər. Bu üçün istənilən həkim üçün, eyni zamanda əczaçı üçün və pasiyent simasında çıxış edən bəli vətəndaşlar üçün çox önəmlidir bu reseptin təmin edilməsi. Elektron resept dərmanların düzgün istifadəsini necə təmin edir? Burada da bir çox üstünlüklər var bildiyim qədər elektron reseptdə. Dərmanların istifadəsi dedikdə burada normal reseptdə olduğu kimi dərmanların doza hədləri, istifadə hansı müddət ərzindəki dərmanlar qəbul edilməlidir və eyni zamanda həmin preparatlar hansı sığorta şirkəti üzərindən təyin edilirsə və preparatı hansısa bir sığorta şirkəti tutaq qarşılayacaqsa, bu da elektron reseptdə seçilir. O da seçilir. Bəli, pasiyentin istəyi üzərinə hansısa sığortalı pasiyentdirsə, sığorta şirkətində seçmə imkanı var ki, həmin sığorta üzərindən də dərman preparatı təmin edilə bilir. Çox təşəkkür edirəm Sevinç xanım. Dostlar, siz də suallarınızı yazın və biz suallarınızı da elə cavabları da efirimizdə səsləndirəcəyik. Amma hələ suallar çoxdur. Cavablarını isə fasilədən sonra eşidə biləcəksiniz. Qısa bir fasiləmiz olacaq. Fasilədən dərhal sonra yenidən 93 FM-də olacaq. Sağlam səhər, sağlamlığınıza vaxt ayırın. Siz də qoşulun bizim efirimizə dostlar. 93 FM-də eşidilik və elektron reseptdən danışırıq. Suallarınızı yazın, göndərin. Bir çox dinləyicilərimizin bizə bugün ünvanladığı suallardan biri də Sevinç xanım, elektron reseptin səhv yazılması mümkündürmü? Aha, çox maraqlı sualdır. Qeyd edeyim ki, elektron reseptin səhv yazılması mümkün deyil. Nə üçün mümkün deyil? Çünki həkimlər xüsusi 2 qat məsuliyyət hiss edirlər bu resepti təyin edəndə. Çünki bu resept onların adına sistemdə görünür və onun imzası deməkdir həkimin. Daha ikinci bir məsuliyyət yükləyir ona. Həkimlər əgər resepti təyin etdilərsə və onların hər hansı artıq ki təsdiqləyiblər, resept sistemə düşüb və hər hansı diqqətindən qaçan bir məqam varsa, onu redaktə edə bilməz. Bu qadağandır. Redaktə o zaman çox diqqət tələb edirdi bu həkim üçün də. Çünki əl yazmada bəli olur bəzən ya dozasını və yaxud da ola bilər ki, məsələn gündə neçə dəfə istifadə edən bağlı. İndi insan da bu insan faktoru hər yerdə olur. Səhv edəndə onu təzədən silib, amma elektron reseptdə belə şans olmadığı üçün 2 qat bəli, belə şans yoxdur, haqlısınız, amma ki o həmin resepti ləğv etməlidir. Ləğv etməkdə sistemdə belə deyim, onun bir əslini saxlamaqla nüsxəsini ikinci bir resept təyin etməlidir. Yəni mümkün yazılmış reseptin üzərindən sonradan redaktələr mümkün deyil. Bu nə üçün olub? Bunun bir plusu ondan ibarətdir ki, həkim yazıbsa, bu onun məsuliyyətdir təbii ki. Sonradan, yəni artıq pasiyent alıb və burada elə bir məqamlar var ki, o pasiyentin zidd məsələlərdir. Sonradan onun redaktə edə bilməməsi pasiyent üçün böyük bir plusdur. Çünki o 2 qat məsuliyyət özünü hiss eləyəcək ki, bu resepti o artıq üzərində işləyib redaktə edə bilmir. Elə şəkildə yazmalıdır ki, pasiyent ondan faydalana bilsin və bu pasiyentə hər hansı bir şəkildə zərər verməsin. Bəs o dediyimiz ləğv olunan resept var ya, o sistemdə qalır sadəcə, yəni ona kimin çıxışı olur? Yox, o bir nüsxə kimi sistemdə sadəcə qalır və onu heç yəni əhəmiyyəti yoxdur. Bəli, əhəmiyyət kəsb eləmir. Aptekçi də daxil olanda artıq köhnəyə deyil, yeni versiya. Bəli, yeni versiya artıq sistemə, pasiyentə və həkimə görünür olur. Elektron reseptin təhlükəsizliyi necə təmin olunur və elektron reseptin saxtalaşdırılması mümkündürmü?
qeyd edeyim ki, elektron reseptin saxtalaşdırılması mümkün deyil. Çünki elektron resepti hər kəs təyin edə bilməz. Qeyd edeyim ki, məndə mobil tətbiq varsa, əgər mən ixtisas üzrə həkim deyiləmsə və resept yazma səlahiyyətim yoxdursa, mən elektron resept üzərindən resept yaza bilmərəm. Bu konkret mənə verilən bir səlahiyyət olmalıdır ki, mən də ona uyğun olaraq profildən elektron qaydada resepti təyin edə bilim. Qeydiyyat bazasına kim nəzarət edir bəs elektron reseptin, Sevinç xanım? Qeydiyyat bazası bu bir sistemdir. Sistemin də nəzarətdə kimlər sistemə nəzarət edirsə, sistem administratorları, bu belə deyim, gizlilik, məxfilik prinsipləri qorunmaq şərti ilə nəzarətdədir və reseptlər qeyd elədiyim kimi hər kəs həkimin təyin etdiyi resepti görə bilmir. O həkim sistemdə özü görür və ona hansı resepti, hansı pasiyentə təyin edibsə, həmin pasiyentlər görür. Bu da məlumat həm əlçatan edir, çünki pasiyentin adına yazıldığı üçün o pasiyent üzərindən görünür və eyni zamanda da hər kəs də onu görə bilmir, çünki orada həkimin müəyyən məsələlər var ki, onların məxfiliyi qorunmalıdır və diaqnozlar, digər məsələlər ki, həkimə aid və o pasiyentin özü görməlidir. Elektron resept sistemi hansı digər səhiyyə sistemləri ilə inteqrasiya olunur bəs? Elektron resept inteqrasiya dərman vasitələrinin qeydiyyatı, dövlət qeydiyyatı reyestri ilə inteqrasiya edilib ki, bu da həmin dərman vasitələrini elektron reseptdə görməyə imkan yaradır. Dərmanların statistikası bəs aparılırmı? Yəni elektron reseptdə yazılan dərmanların statistikası? Dərmanların statistikası dedikdə bu dərmanlar dövlət qeydiyyatındadılar və nəzarətdədirlər. Onlar sistemdə həmin sistem üzərindən yenilənir təbii ki, onların vaxtının keçməsi və digər məsələlər hər hansı bir problem yarada bilməz sistem üzərindən. Bu da bir üstünlüydür yeri gəlmişkən. Siz sağlam sərdəsiniz dostlar. 93 FM-də elektron reseptin sirlərini bugün bizə rəqəmsal səhiyyə müəssisəsinin mütəxəssisi, daha doğrusu rəqəmsal səhiyyə mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmova deyir. Elektron reseptlər haqqında sizi də narahat edən suallar varsa 055 93 490 93 nömrəsinə yazıb göndərə bilərsiniz. Sağlam səhər. Sağlamlıq üçün lazım olan hər şey. Sağlamlıq üçün bizim üçün ən vacib olanlardan biri də həkimlərin bizə yazdığı və bizə özəl reseptlərdir ki, çox zaman reseptləri biz təkrar istifadə üçün bizə lazım olur. Yəni yenidən xəstələnirik, bir narahatlığımız olur, amma bütün evdə aləm bir-birinə dəyər o reseptləri tapmaqdan ötürü. Tapanda da bəzən elə bir yerdə qalır ki, Sevinç xanım, o reseptlər ümumiyyətlə oxunmur. Yəni orada nə yazıldığı da görünmür. Odur ki, elektron resept məhz bu məqamda işə keçir dostlar. Elektron reseptdən bugün rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmova danışır. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Siz də suallarınızı yazıb göndərə bilərsiniz. Biz reklamlardan öncə danışdıq ki, elektron reseptdə digər səhiyyə sistemləri ilə necə inteqrasiya olunur, onların qeydiyyat bazasına daha doğrusu kim nə formada nəzarət edir və yaranan digər suallardan biri də odur ki, elektron resept sistemi sığorta sisteminə necə təsir edir Sevinç xanım? Çox gözəl sualdır. Qeyd edeyim ki, elektron reseptdə sığorta şirkətləri əks olunub ki, həmin preparatı təyin edən zaman pasiyentin sığortalandığı sığorta şirkətini də həkimlər seçə bilir və nəticə etibarilə sığorta olunan üçün həmin preparatlar, həmin resept elə sığorta şirkətinin hesabına ödənilə bilir. Bu imkanı yaradır. Bu da belə deyim, sığorta edən şirkətlər üçün seçim mövcud olması ilə əlaqədardır. Yəni pasiyent hansı sığorta şirkətində sığortalıdırsa, uyğun olaraq reseptdə də həmin sığorta müəssisəsi seçilməklə dərmanlar, preparatlar həmin sığorta müəssisəsi üzərindən təmin edilə bilir. Apteklər ümumiyyətlə necə yoxlayır bu elektron resepti? Həmin dediyiniz QR kod vasitəsiləmi? Apteklər də həmin reseptin mobil tətbiqində qeydiyyatdan keçir və yaxud da ki, apteklərin özlərinin də bir satış proqramları var. Bir texniki imkanları onların həm də olmalıdır mı bunu yoxlamaq üçün?
Bunu yoxlamaq üçün sadəcə belə deyim, internetə çıxış Çıxış olmalıdır. olmaq O qədər kifayətdir. bəsitdir. Mobil tətbiq üzərinə əczaçı da onu təmin eləyə bilər. Əczaçının da öz profili var. Təbii ki, ixtisaslaşmış əczaçıların identifikasiya məlumatları içərisində onun əczaçı olduğu məlumdur və o profil seçimi zamanı əczaçı kimi profilini seçərək preparatı görə bilir. Pasiyentin, yəni pasiyentin təqdim elədiyi elektron reseptdə onun unikal kodu əks olunub və yaxud da ki QR kodu əczaçı mobil tətbiqi açdıqda axtarış bölməsinin ana səhifədə həmin reseptin kodunu, unikal kodunu daxil edərək axtarış edib həmin resepti tapır və təmin edə bilir. Eyni zamanda QR kodu skan et hissəsi də var ki, onun ana səhifəsində həmin QR kodu skan edərək də həmin resept onun üçün əlçatan olur və təmin edə bilir. Sevinç xanım, elektron resept vasitəsilə yazılan dərmanları başqa şəxs əldə edə bilərmi? Yəni başqa şəxs özünü istifadə edə bilər, yox, məsələn, kimsə anasına, kimsə bacısına, nə bilim, övladına, yəni ala bilər də digər insan. Yox, qeyd elədiyim kimi bu həmin şəxsin özünə aid identifikasiya, bəli, özünə aid. Çünki onun identifikasiya məlumatlarıdır. O məlumatlarını əks elətdirdiyi üçün yalnız həmin şəxs məsələn, aptekə çıxışı olmayan, gedə bilməyən bir insandırsa, onun telefonunu götürüb bir oğlu, qızı və yaxud da həyat yoldaşı gedib ala bilərmi elə onun, bəli, məsələn, onun icazəsi ilə, onun identifikasiya məlumatları ilə və ona təyin olunmuş həmin reseptin unikal kodunu, nömrəsini və QR-ını təqdim etməklə əldə edə bilər. əldə Elektron reseptdə bəs pasiyentin dərmana həssaslığı nəzərə alınırmı? Dərmana həssaslığı artıq həkim özü müəyyənləşdirir. Hansı preparatları o görür, təbii ki, ilk öncə də qeyd etdiyim ki, molekulyar tərkib əks olunduğu üçün o artıq orada müəyyənləşdirir. Onların miqdarı nə qədərdir və bu miqdarlar xəstədə hansı bir konflikt səhhətində yarada bilərsə, bunu əvvəlcədən müəyyən edə bilir. Çünki sistemdə artıq bütün bu preparatın tərkibini əks etdirən maddələr əks olunur. Bu da ona imkan verir ki, daha doğru analiz edərək müalicəni də daha effektiv şəkildə təyin edib apara bilsin. Dozaj və istifadə qaydaları necə göstərilir elektron reseptdə, Sevinç xanım? Bu da normal reseptdə olduğu kimi həkim doza həddini və istifadə müddətini seçə bilir. Və bu da həmin elektron reseptdə elə əks olunur. Bunu istifadəçi, pasiyent özü görə bilir öz resepti üzərindən və bunu elə həkim də təyin edib özü də həmin doza həddini həmin reseptə görə bilir. Biz elektron reseptdə, belə deyim də, dərmanlar haqqında ətraflı məlumat ala bilərikmi? Bu sadəcə, yəni məsələn bizə yazılan, biz bayaq dedik, yəni o dərmanların haqqında, bizə yazılan dərmanlar haqqında ətraflı məlumatı sırf elektron reseptdən ala bilərikmi? Bəli, bu mümkündür. Qeyd elədiyim kimi həmin maddələr ki, preparatları əks etdirir. Həmin preparatların tərkibinə daxil olan maddələr açıq, aydın şəkildə, şəffaf şəkildə reseptin mobil tətbiqi üzərindən təyin olunmuş reseptə əks olunduğu üçün pasiyent asanlıqla görür ki, ona hansı maddələr təyin edilib, hansı miqdarda təyin edilib. Bayaq biz reklam fasiləsində Sevinç xanımla danışırdıq. İstərdim o məsələyə də bir aydınlıq gətirək ki, bizə yazılan reseptdə dərmanlar var. Məsələn, tam gündə 2 dəfə, 3 dəfə yeməkdən sonra səhər gün orta. Bu haqqda da bildirişlər də etmək olurmu ki, o yadına salsın, yəni pasiyentin ki, o bildirişlər vasitəsilə dərmanları doğru zamanda, doğru formada qəbul etsin. Bəli, qeyd edeyim ki, bir növ zəngli saat kimi də belə deyim. Qeyd edeyim ki, elektron reseptin ən böyük üstünlüklərindən biri də budur ki, burada təyin edilmiş preparatın doza həddi və müddəti ilə bağlı təqvim pasiyentin istəyinə uyğun olaraq həmin resept üzərinə təqvim təyin edir və həmin doza həddi və vaxt müddətini təqvimə əlavə etməklə preparatın artıq qəbul edilmə saatları barədə bildiriş alaraq həmin preparatı düzgün saatda, düzgün vaxtda, düzgün dozada qəbul edə bilir. Əgər dostlar sizi də beyninizdə bir sual varsa, narahat edirsə bizə yaza bilərsiniz. Çünki cavabını elə bizim efirimizdən eşidə bilərsiniz. 055 93 490 93-dür. Sağlam Səhərin WhatsApp xətti sizə açıqdır. Yazın, oxuyaq və cavablandıraq. Qısa bir fasiləmiz olacaq. Fasilədən sonra yenidən efirdəyik. Efir
Efirdəyi dostlar 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Siz də yaza bilərsiniz, suallarınızı göndərə bilərsiniz. 93 11 nömrəli dinləyicimiz Sevinç xanım belə bir sual ünvanlayır ki, elektron resept vasitəsilə verilən dərmanlar geri qaytarıla bilərmi? Aha, qeyd edeyim ki, burada bildiyiniz kimi bu bir sistemdir, elektron resept sistemi və burada dərmanların geri qaytarılması dedikdə dərmanlar resept üzərinə təmin olunur. Bu artıq apteklə həmin pasiyent arasında tənzimlənən məsələdir ki, o dərmanlar geri qaytarıla bilərmi, bilməzmi? Burada çünki təyin olunduqdan sonra təmin edilir, o miqdarlar belə deyək də, burada həmin əczaçılar elektron resept üzərindən dərman preparatlarını təyin edəndə miqdarı pasiyentin istəyinə görə seçə bilirlər. Bu funksionallıq var onlarda. Elektron reseptdə həkimlər üçün hansısa məhdudiyyətlər varmı? Digər bir dinləyicimiz soruşur. Həkimlər üzərindən məhdudiyyət dedikdə həkimlər xüsusi məsuliyyət daşıyırlar elektron reseptdə. Yəni qeyd elədiyim ki, məhdudiyyət ondan ibarətdir ki, həkim resepti ləğv eləyə bilməz təsdiq etdikdən sonra, daha doğrusu redaktə edə bilməz, dəyişikliklər edə bilməz hər hansı bir şəkildə. Daha bir dinləyicimiz maraqlı bir sual ünvanlayıb ki, bizə 2544 nömrəli dinləyicimiz elektron resept sistemi həkimlər üçün vaxt qazandırır, yoxsa əlavə yük yaradır? Elektron resept sistemi nə üçün yük qazandırsın? Çünki həkimin işini asanlaşdırır. Çünki həkimin çoxlu pasiyentləri ola bilir ki, onlar bir-biri ilə əlaqədar olmayan, həkim hər birini yadında saxlamağı belə deyək, insan amili baxımından mümkün deyil. Qəbul etdiyi pasiyentlərin də xəstəlik məlumatları, tibbi məlumatları həkim üçün əlçatan olur ki, bunun müalicəsinin effektini artırır. Tutaq ki, sizə bir dəfə müraciət etmiş pasiyent barədə təkrar müayinədə siz unutmuş ola bilərsiniz ki, ona hansı preparatı təyin edirsiniz. Elektron resept sizə imkan verir ki, bunu xatırladır sizə və imkan verir ki, siz görə biləsiniz ki, daha öncəki müayinədə bu pasiyentə hansı müalicəni təyin etmisiniz. Başqa bir dinləyicimiz soruşur ki, uşaqlara və ya xüsusi qayğıya ehtiyacı olan şəxslərə elektron resept necə tətbiq olunur? Yəni valideyn və ya qəyyum bu resepti necə idarə edə bilər? Uşaqlara təyin olunduğu, bu da valideynin üzərindən də təyin oluna bilər. Həmin onun fin kodunu əlavə etmək, qəyyumluq kimi elektron reseptdə bu məsələ var ki, onun həmin qəyyumu kimdirsə, həmin şəxsin fin kodu üzərindən onun adına təyin edilə bilir. Daha bir dinləyicimiz soruşur ki, Sevinç xanım, bu sistemdən, yəni bu reseptdən də daha doğrusu təkrar istifadə edə bilərikmi hər dəfə həkimə getmədən? Məsələn, tamam ki, bir yaxınlaşıb bir boğaz ağrısına və yaxud hansısa bir problemi ilə həkimə, həkim ona dərmanı yazıb, müalicə olunur və bir müddətdən sonra eyni formada onda bir xəstəlik təkrarlanır və düşünür ki, pasiyent düşünür ki, elə həkimin yazdığı resept var da. Mən məsələn normalda əlimizin altında resept olanda biz gedib ala bilirik. Elektron reseptdə də bu mümkündürmü təkrar həkimə getmədən eyni reseptdən yenə almaq? Eyni resept hər zaman əl çatandır. Öncə də qeyd elədiyim kimi, yaxşı olar ki, ilk öncə qeyd edeyim ki, yaxşı olar ki, hər bir pasiyent həkimin təkrar müayinəsinə düşsün. Ola bilər ki, hansısa bir dəyişikliklər orqanizmdə baş versin ki, daha öncəki müalicə üsulu yetərsiz olsun. Bunu həkim təsdiqləməlidir. Əgər müayinə zamanı həkim burada heç bir qüsur görmürsə, təkrar həmin reseptin istifadə edilməsində ki, resepti həkim görə bilir və qeyd edilir ki, eyni resept əgər mümkünsə həkim imkan verir ki, bu resepti təkrarlasın. Həmin zaman elə eyni resept üzərinə onun kodunu əczaçıya təqdim etməklə həmin reseptdən müalicəni əldə edə bilər. Bəli. Siz də bizə yazın dostlar. WhatsApp nömrəmizə sualları səsləndirdik və suallarınız varsa siz yenə də yaza bilərsiniz. Odur ki, qısa bir fasiləyə ayrılmadan öncə həkimlərin sertifikasiya imtahanı ilə bağlı sizi narahat edən, sizi maraqlandıran sualları və onların cavablarını eşitmək şansınız var. Həkimin görmə qabiliyyəti zəif olduqda o imtahanı necə keçməlidir? Sertifikasiya imtahanlarında tibbi işçiləri eynəklərindən rahat şəkildə istifadə edə bilər. Eyni zamanda imtahan zalları böyüdücü şüşələrlə, lupalarla da təchiz edilir. İmtahan iştirakçıları imtahan nəzarətçilərinə müraciət edərək onlardan rahat şəkildə istifadə edə bilərlər.
Efrimizə qaldığımız yerdən davam edirik və sonuncu fasilədən sonra yenidən efirdəyik. Elektron reseptlə bağlı danışırıq. Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova bizə bugün elektron reseptin sirlərini və onun bilinməyən tərəflərindən danışır. Odur ki, dostlar, vaxt itirmədən sizə suallarınızı yazın, WhatsApp nömrəmizə göndərin. Sevinc xanım, düşündürən suallardan biri də odur ki, elektron resept sistemində dərmanların çatdırılması mümkündürmü? Dərmanların çatdırılması dedikdə siz onlayn şəkildə. Qeyd edeyim ki, təəssüf ki, hal-hazırda onlayn aptek belə bir inteqrasiya yoxdur, amma yaxın gələcəkdə düşünülür ki, onlayn şəkildə fəaliyyət göstərən aptek sistemlərini həmin elektron reseptə inteqrasiya etmək vasitəsilə həmin preparatları elə birbaşa apteklərdən çatdırılmasında təmin etsinlər. Digər bir dinləyicimiz soruşur ki, yəni bu elektron reseptin keçidi artıq bütün səhiyyə müəssisələrində tam tətbiq olunub, yoxsa hələ keçid mərhələsində olan səhiyyə müəssisələri var? Qeyd edeyim ki, sırf səhiyyə məsələləri bu bütün dövlət səhiyyə sisteminə aiddir. Sırf Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində elektron resept tətbiq olunur tam şəkildə. Digər müəssisələrə isə yəni müəyyən müddətlər sirkulyar məktublar göndərilib, onlara müvafiq xəbərdarlıqlar edilib ki, artıq bu sistemə keçid etsinlər, bu sistemin üstünlüklərindən faydalansınlar. Amma elektron resept sistemində texniki problemlər yarandıqda nə etmək lazımdır? Qeyd edeyim yəni, ki, təbii olaraq etsin, həkim nə etsin bu məqamda? Əgər bu bir sistemdirsə, xüsusən də elektron bir sistemdirsə, orada təbii olaraq mümkün deyil ki, ideal olsun. Təbii olaraq vaxtaşırı nasazlıqları yarana bilər ki, bu daim olaraq texniki işçilərin, texniki dəstək mütəxəssislərin nəzarətindədir. Onlar anidən müdaxilə edirlər. Bunun üçün Rəqəmsal Səhiyyə Mərkəzinin nəzdində 814 çağrı mərkəzi var. Eyni zamanda bunun üçün WhatsApp bir xətti də mövcuddur. 055 531 38 28 WhatsApp xəttindən də həmin şəxslər ki, texniki nasazlıqla üzləşiblər, onlar görüntülərini və baş vermiş xətanı məzmununu paylaşmaqla həmin WhatsApp üzərindən mütəxəssislər, eyni zamanda 814 çağrı mərkəzindən bu barədə məlumat verib həmin nasazlığı aradan qaldıra bilirlər. Ümumiyyətlə elektron reseptin istifadəsinə dair vətəndaşların təlimatları varmı? Vətəndaşlara təlimatları varmı? Bəli, qeyd edeyim ki, Səhiyyə Nazirliyinin internet resurslarında, eləcə də YouTube kanalında, eləcə də Rəqəmsal Səhiyyə Mərkəzinin YouTube kanalında elektron reseptin istifadəsi ilə bağlı təlimat videoları yerləşdirib. Bu həm həkimlər üçün, həm əczaçılar üçün, həm də vətəndaşlar üçün 3 ayrı video təlimat şəklində əks olunub və buradan vətəndaşlar onlara aid olan qismdə aydın olmayan nüanslara aydınlıq gətirə bilərlər. Elektron reseptin tətbiqi səhiyyə sektorunda hansı dəyişikliklərə səbəb olub? Elektron reseptin tətbiqi ilk öncə rəqəmsallaşmanın təməlini qoymuş olub, vətəndaşların tibbi məlumatların əlçatan etməsinə yönəlib və eyni zamanda dərman preparatları sahəsində də keyfiyyətsiz, belə istifadə müddəti ötmüş və müəyyən standartların tələblərinə cavab verməyən dərman preparatlarının istifadə edilməsinin qarşısını alaraq vətəndaşları bu məsələlərdən sığortalanmış olur. Sevinç xanım, bəs yəni biz elektron reseptin belə deyə bugündən danışdıq, amma gələcəkdə inkişaf perspektivləri nələrdir elektron reseptin? Elektron resept bütün sistemlər yalnız istifadə edildikdən sonra onun hansısa qüsurlu, çatışmayan tərəfləri və yaxud da ki, yaxşı tərəfləri müəyyənləşir. Eyni zamanda elektron resept, bu da təbii ki, daim diqqətdədir. İstifadə etdikcə istifadəçilərin istər həkimlər olsun, istər pasiyentlər olsun, istərsə də əczaçılar olsun, onlardan alınan geri dönüşlər üzərindən ki, mobil tətbiq təkmilləşdirilir və təkmilləşdirməyə də davam etdirilir. Beynəlxalq bəs tətbiqinə gəlsə, beynəlxalq təcrübədə tətbiqi necədir elektron reseptin? Elektron resept artıq inkişaf etmiş Avropa ölkələrində tətbiq olunmağa başlayıb. Qərbdə ümumiyyətlə Amerika Birləşmiş Ştatlarında olsun, Finlandiyadır, Danimarkadır, İngiltərə kimi Avropa ölkələrində, Avstraliyada hətta tətbiq olunur. Qeyd edeyim ki, bu qardaş Türkiyədə də tətbiq olunur. Reçetemdə onlarda da eyni funksionallığı yerinə yetirir və demək olar ki, bizim reseptim sistemi
sistemi ilə eyni funksionallığı daşıyır, çox bənzərdir. Və bu dünya təcrübəsindən də qeyd edə bilərəm ki, Avstraliyada misal üçün onlarda bizdən fərqli olaraq yenə eyni qaydadadır. Həkim onu elektron resept üzərindən yazıb təyin edir və pasiyentə məlumatlar ötürülür. Bunlar da bir list şəklindədir. Həmin reseptlər əks olunur. Həmin listə də subscribe etmək, abunə olmaq lazımdır ki, həmin məlumatlar həmin pasiyent üçün əlçatan olsun ki, və xüsusi tokenlər vasitəsilə həmin tokenləri əczaçılara yönləndirməklə məhz hansı preparatı istəyirsə, həmin preparatı ala bilir. Amma bizim elektron reseptin üstünlüyü nədən ibarətdir? Bizdə o tokenlər deyil. Sadəcə olaraq yazılmış elektron reseptin ilə özü bütövlükdə resept üzərindən pasiyentə yəni aid olan preparat hansı miqdardadırsa, onu əczaçı seçə bilir. Tutaq ki, bir 30 tabletka əgər yazılıbsa, 30 həbi qəbul etməlidirsə, onun 15-ini pasiyent almaq istəyir. Burada ayarlayaraq həmin əczaçı 15 həb olmaqla pasiyentə təmin edə bilir. Bu, yəni elektron resept üzərindən mümkündür. Bu beynəlxalq təcrübədən danışdıq və son olaraq bir sual da ünvanlamaq istəyirəm ki, tək yəni mən bizim ölkəmizdə demirəm, ümumiyyətlə gələcəkdə ola bilərmi ki, və ya indi elə bir dünya ölkələrində də məsələn bir vətəndaş başqa bir ölkədədir, amma öz ölkəsində ona yazılan elektron reseptdən başqa bir ölkədə istifadə edə bilərmi? Yoxsa bu ancaq öz yaşadığı ölkə ilə məhdudlaşır? Bu biraz gələcəkdə bəlkə. Bu biraz bəlkə gələcək üçün daha çox şaxəli bir məsələdir bu. Hal-hazırda bu, yəni bizdə misal üçün elektron reseptdə var ki, vətəndaşlar üçün, bir də vətəndaş olmayan xarici ölkənin vətəndaşları üçün resept təyin eləyə bilər həkim. Təbii ki, o da burada müddətli yaşayırsa, məcburdur ki, xəstələndikdə öz ölkəsinə müraciət etməyəcək. Azərbaycanda hər elektron resept tətbiqi üzərindən həmin vətəndaşın öz ölkəsinə aid olan pasport məlumatları qeyd edilməklə ona resept təyin edə bilir ki, o da həmin apteklərdən təmin edə bilir. Çox təşəkkür edirəm Sevinç xanım, çox minnətdaram sizə. Həqiqətən biz elektron reseptlə bağlı çox eşidirdik və yaxud da oxuyurduq, amma bu qədər detallı bilgiyə bugün Sevinç xanımın sayəsində nail olduq. Bir daha təşəkkür edirəm. Amma son olaraq istərdim ki, elektron resept mövzusunda, yəni demək istədikləriniz qaldısa, belə deyim də, vətəndaşlara fərq etməsi, yəni ürəyinizə nə qaldısa bir məsləhət xarakterli, onu da efirimiz vasitəsilə səsləndirə bilərsiniz. Bəli, mən qeyd edim ki, ilk öncə siz qeyd etdiyiniz kimi elə vətəndaşlar var ki, onlar hələ də təəssüflər olsun ki, bu qədər maarifləndirici məlumatlar kütləvi informasiya vasitələrində səslənməsinə və yayılmasına baxmayaraq hələ də elektron reseptin mövcudluğu barədə məlumatsızdılar. Mən onlara bir çağırış kimi səsləndirəm ki, onlar müalicə müəssisəsinə, onlara müayinə təyin edən həkimə müraciət elədikdə elektron qaydada reseptin onlar üçün yazılmasını tələb etsinlər müalicə həkimindən. Bu onlara müxtəlif üstünlüklər verəcək. İlk öncə qeyd elədiyimiz kimi onun tibbi məlumatlarını əlçatan edəcək, reseptləri o sistemdə istənilən vaxt görə biləcək və digər ona aid olan məsələlərə elektron resept üzərindən daha tez onun üçün əlçatan olacaq. Çox təşəkkür edirəm bir daha Sevinç xanım. Bəli, əziz dinləyicilər, biz bugün Sağlam Səhərdə kağızdan rəqəmə, vərdişdən yeniliyə bir yol keçdik. Elektron resept bir kliklə sağlamlığa aparan bir yol kimi görünə bilər, amma bu sistemin arxasında böyük bir nizam, güvən və məsuliyyət dayanır. Qonağımız Sevinç xanıma, Sevinç Məhərrəmova bir daha təşəkkür edirik ki, həm aydın, həm də maarifləndirici izahlar etdi bizim üçün. Bizdənsə bugünlük bu qədər dostlar. Yenidən sabah saat 8-də 93 FM-də eşidilmək ümidi ilə.